gizli otel nömrəsi. Gündüz. Eyni saatlarda başqa otel nömrəsində, açıq balkonda James və general qarşı-qarşıya oturmuşlar. Masada 2 fincan qəhvə, biri isti, biri soyuq. Deməli, sən onları xilas etmişsən. Sistani, Teymuryan, Muxtarininin ailələrini. General gözünü qəhvədən çəkmir. Onlar günahsız idilər. Mən isə hələ də insanam. James gülümsəyir. Qaranlıq, aristokratik və ironik. İnsan olmaq siyasətdə lüksdür, general. İndi isə sən onları mənə verəcəksən. General başını qaldırır. Vladimirin qarşılığında Məncə, Vladimir kimi bir terrorçudansa, mənim kimi əsilzadə bir düşmənin olmasını istəyərsən. General səsi yavaş, amma kəsici tonla. bəs vermək istəməsəm, Mən sənə təkcə Vladimiri yox, onun bütün komandasını verəcəyəm. Vladimir başlanğıcdır. pis təklif deyil. Ancaq biz sənin ölkəndəyik. Sən istəsən bizi burada öldürüb Vladimiri xilas edə də bilərsən. Niyə ondan vazgeçdin? O, bizim istədiklərimizi etmədi. Sistani, Teymuryan, Muxtarinini öldürdü və öz egosuna yenildi. Artıq o bizə lazım deyil. Sizi öldürməyə qaldıqda isə, mən sizi öz ölkəmdə öldürsəm, bu İngiltərənin güclü yox, zəif olduğu anlamına gələr. Günəş batmayan imperiya heç vaxt buna icazə verməz. Bəli, İngiltərə hər zaman özünü oyunun sahibi sayır. Çünki oyunu biz icad etmişik. General qalxır, pencəyini düzəldir. Bəzən oyunu deyil, oyunu dağıdanları da düşünmək lazımdır. James gözlərini qıyır. Bir gün gecikəcəksiniz, general, hər şeyə. Bax o gün biz hamını üstələyəcəyik. 100 illər öncə olduğu kimi. İngiltərə həmişə qalib olduğu üçün deyil, bilavasitə heç vaxt döyüşmədiyi üçün yaşayır. Yəqin ki, Vladimirin yerinə şərqdə yeni kukla mollalar peyda olacaq. Eyb etməz, növbəti mərhələdə onlara da qalib gələrik. General otağa qayıdır. Mete, Kürşad və Vladimir onu gözləyir. Vladimir yazıq baxışlarla generala baxır. Əgər Rusiya oyunda yoxdursa, növbəti gedişdə daha güclü düşmənlə qarşılaşacaqsınız. Çinlə. General onun sözlərini dərk etsə də vecinə almır. Mete Vladimir'in qolunu plastik iplə bağlayır. Hamısı otaqdan çıxıb otelin dəhlizinə keçirlər. Bu zaman James kiməsə zəng edir. Hazır ol. Birazdan çıxırlar. James telefonu qapadıb, özünə yeni qəhvə süzüb, otelin həyətinə boylanır. Generalın komandası maşına minməyə hazırlaşır. Mete Vladimir'in arxasındadır. Onu maşına mindirməyə çalışır. Bu zaman nisbətən uzaqlıqda bir kilsəsinin tavanında gizlənən bir sərrast nişancı snayperlə Vladimir'in başını nişan alıb tətiyə basır. Anında Vladimir Mete'nin qucağına yıxılır. General və Kürşad, eləcə də Mete şok vəziyyətində qalırlar. Bakı, park, gündüz, bir neçə gün sonra, yellər səssizcə əsir. Aynur skamyada oturub gözləyir. Birdən arxadan asta addımlar eşidilir. Mete yaxınlaşır. Aynur'un gözlərində parıltı var, amma içində gizli qorxu da gizlənib. Mete, sen geri döndün. Qucaqlaşırlar. Döndüm. Onlar yan-yana oturur. Sakitlik uzun çəkir. Yalnız ağacların pışıltısı eşidilir. Seninle bir şey danışmaq istəyirəm. Bəlkə də çoxdan danışmalıydıq. Mete dərin nəfəs alır. Dinləyirəm.
Aynur gözlərini gizlətmir. Mən evlənmək istəyirəm Mete. Səninlə. Mete baxışlarını endirir, səsində acı bir sükut var. Mən də istəyirəm. Özdə hər şeydən çox. Amma hələ vaxtı deyil. Aynurun səsi titrəyir. Niyə? Neyi gözləyirik daha? Mete Aynurun əllərini tutub gözlərinə baxır. Təhlükə hələ bitməyib. Mənim həyatım hər an dəyişə bilər. Mən indi sənə heç nə vəd edə bilmərəm. Aynur aşağı baxır, gözləri dolur. Bəs mən? Mən səni hər gün gözləyirəm. Nə olursa olsun, səndən vazgeçməyəcəm. Mete onu qucaqlayır. Məni gözlə sevgilim. Mən qayıdacağam. Aynurun gözlərində yaş toplanır. Mete onun üzünü əlləri ilə tutur, öpüşürlər. Gizli bir təşkilat binası, sorğu otağı, Altay Qacar masa arxasında sərt üz ifadəsi ilə oturub. Qarşısında dosye və yazıq vəziyyətdə Bəxtiyar Şirinov var. Qocalana yaxın milli qeyrətin dirçəldi sənin, yoxsa niyə təşkilatını satıb bizə təslim oldun? Hər nə olubsa olub, mən də o şərəfsizlərlə birlikdə hərəkət etmək istəmədim. Ümid edirəm verdiyim məlumatlar işinizə yarayacaq. İşimizə yaradı. Sərhəddə başpozuqluq etmək istəyən dəstə bir müddət öncə silahlı qüvvələrimiz tərəfindən həbs edilib. İçlərində sən dediyin kimi Rus iş adamı, qaçaqmalçı Malış ləqəbli Sergey Tarasov və əslən Azərbaycanlı olan keçmiş Rus polisi qaçaqmalçı İsak Mirişov da vardı. Bir tək erməni hərbçi, silah taciri Sarkis Tigranyanı görən olmayıb. Onu təcili tapmaq lazımdır. Əgər o əclafı tapa bilməsəz, bilin ki, digərlərinin həbsi sizə heç nə qazandırmaz. Bu adamlardan başqa adları siyahıda olmayan 20-yə yaxın təşkilat üzvü də tutulub. Səncə bəhs etdiyin, baş tutmayan terror aktlarını bu adamlar planlaşdırıb, yoxsa? Mən bir tək Vladimiri tanıyırdım. Onda deyəsən sizin adamlarınız xaricdə tutub. Bilmirəm daha. Bundan sonrası araşdırılacaq Bəxtiyar. Sən vətəninə xəyanət etdiyin üçün ən ağır cəza alacaqsan. Ancaq sonda peşman olub təslim olmağın az da olsa ürəyini, vicdanını rahatlatdı deyə düşünürəm. Mən etdiklərimin cəzasını çəkməyə hazıram. Amma dediyim kimi, mütləq Sarkisi tapın. Yoxsa heç nə bitməyib hələ. Ola bilər ki, mən tanımadığım hər kimsə Sarkisi dəstəkləyir və onların daha qorxunç planı ola bilər. Məncə sən o hər kimsədən qorxduğun üçün adını çəkmirsən. Amma eyb etməz. Təşkilatımız o bilinməz düşməni də gec-tez tapacaq. Sənsə ömrünün qalan hissəsini öz vicdanınla baş-başa həbsdə keçirəcəksən. Altay çıxır. Bəxtiyar biraz sonra nə isə olacaqmış kimi narahatdır. Bir neçə gün sonra Ali Məhkəmə, Sergey Tarasov, İsak Mirişov və bir neçə terrorçu məhkəmə salonundan çıxarılıb, xüsusi cəza çəkmə məntəqələrinə aparılmaq üçün polisin müşayiəti ilə maşınlara mindirilirlər. Heyət uzun müddət yol getdikdən sonra şəhərin kənarında bir həbsxananın yoluna daxil olur. Bu anda yaxınlıqdakı evlərin birindən bir qrup sadə insan, görkəmli adam çıxıb və silahlarla maşınlara hücum edirlər. Atışma başlayır. Polislər öldürülür, Sergey və İsak oraya sonradan yaxınlaşan başqa bir maşına minib uzaqlaşırlar. Hadisə yerinə hüquq mühafizə ordonları gələnə qədər sağ qalan hər kəs izini itirir. İran sərhəddi yaxınlığı, dəniz, xüsusi ticarət gəmisi Azərbaycan-İran dəniz sərhəddini keçir. Bir müddət sonra gəminin zirzəmisində gizlənən Sergey və İsak göyərtiyə çıxır. Baxışırlar, gülümsəyirlər. Vladimir getdi. Ancaq deyəsən, ondan daha güclü bir başçımız var. Haqlısan, çox güclü, gizli bir rəhbərimiz var.
Hər kimdisə, Sarkisin ələ keçməsinə imkan vermədi, bizi xilas etdi. Qaldı Bəxtiyar. Məncə Bəxtiyar qurban getdi. Onu yem edib bizi qurtardılar. Görək İranda başımıza nə gələcək? Gəmi tədricən sahilə yaxınlaşır. Gizli bir təşkilat binası, sorğu otağı. Bir neçə gün sonra Altay Qacar və Bəxtiyar Şirinov üzbəüz oturub. Təşkilatımız sənə son dəfə bugünə qədərki günahlarını yumaq üçün şans verir. Məxfi məlumata əsasən qaçırılan terrorçuların hamısı yaxın günlərdə İranda bir oteldə toplanacaq. Səni buraxırıq. Ora gedib onların hamısını məhv etmək üçün bizim oradakı adamlarımızla birlikdə hərəkət edəcəksən. Sağ qalsan, azad ediləcəksən və yeni bir pasportla istədiyin ölkədə yaşaya biləcəksən. Razıyam.